İrəvan xanlığının 15 mahalından biri idi. Deməli, şimaldan Şürəyil vilayəti, qərbdən Qərbi Arpaçay ilə ayrıldığı Qars vilayəti, cənubdan Sərdarabad və Sərdli mahalı, şərqdən isə Seyidli Ağsaqlı mahalları ilə əhatə olunmuşdur. Tarım mahalı Qərbi Azərbaycanın ən böyük dağlarından biri olan Alagöz dağının ətəklərində yerləşirdi. Əhalisi də Ayrım türklərinin Taşanlı tayfasına aid idi. Onun ərazisi təxminən 1400 kvadrat metrdir idi və əhalisi də 1831-ci ilin məlumatına görə cəmi 400 ailəyə yaxın yaşayırdı və bu 400 ailə indi biraz çox kiçik görünə bilər, amma əslində o vaxt mahalların əksəriyyətində belə az sayda deməli əhali yaşayırdı. Qalanın salınması orada bir daş lövhə üzərində ərəb dilində yazılmış bir yazıya istinad olunaraq Hicri tarixlə 570-ci ildə Sultan İbn Mahmud tərəfindən bu qalanın salındığı qeyd olunur. Ərazini bir vaxtlar işğal edən Osmanlı İmperatorluğunun paşaları tərəfindən 1583-cü ildə qala təmir olunmuşdu, möhkəmləndirilmişdi və 19-cu əsrin əvvəllərində təcavüzkar Rusiya imperiyası İrəvan xanlığına 2 dəfə nəticəsiz yürüş eləyəndən sonra artıq məlum idi ki, Ruslar bu əraziləri İrəvan xanlığını işğal eləməmiş əl çəkmək fikrində deyirlər. Ona görə İrəvan xanlığının ən böyük xanı, görkəmli dövlət xadimi Hüseynqulu xan Sərdar tərəfindən də bu qala 1812-ci ildə əsaslı təmir olunmuşdu, möhkəmləndirilmişdi. Əvvəlki istehkamlar qala divarlarının içərisində artıq qalmışdı və yazıldığına görə yeni çəkilmiş divarların arasında qalan ərazi 20 hektara yaxın idi. Qala mühafizə divarlarından və bürclərdən ibarət idi. O, deməli, yonulmamış daşdan və əhəng məhlulu ilə hörülmüşdü və çox möhkəm divarlara malik idi. Görünüşü 8 bucaqlı ulduza bənzəyirdi ki, bu da Türk Oğuz deməli, memarlıq ənənələrində həmişə yeri olmuş bir tikinti növü idi. Qala divarlarının bütün perimetri boyu kiçik pəncərələr vardı. Bunlar mağzalar adlanırdı ki, odlu silahdan əvvəlki dövrlərdə həmin bu açıq mağzalardan düşmən qüvvələrini zərərsizləşdirmək üçün, müdafiə eləmək üçün əvvəlcə ox yaydan istifadə olunurdusa, sonra odlu silah meydana çıxandan sonra təbii ki, tüfəngdən müdafiə məqsədi üçün istifadə edəndə də bu mağzalardan istifadə olunurdu. Qalanın ərazisində həm inzibati binalar vardı, ibadət evləri, məscidlər vardı, yaşayış evləri vardı, ambarlar vardı ki, burada su ambarı və həm də silah ambarı vardı. 8 güşəli şəkildə tikildiyinə görə hər tərəfində 8 ədəd də deməli bürclər vardı. Bürclər də bunun müdafiə qabiliyyətini artırmaq üçün daha hündürdə tikilmiş və əraziyə nəzarət eləmək üçün tikilmiş və 3 mərtəbədən ibarət bürclər idi. Tariximizi qorumaq keçmişə borcumuz, gələcəyə mirasımızdır. Yaddaş susanda tarix unudulur. Biz susmayacağıq. Həmişə olduğu kimi erməni saxtakarları 100 illər ərzində Azərbaycan türklərinin yaşadığı və maddi mədəniyyət nümunələrinin öz adlarına çıxmaq üçün çox cəhdlərə baş vurdular. İlk dəfə 1961-ci ildə bu qalanın ərazisində arxeoloji qazıntılar apardılar. Orada erməni izlərini axtarsalar da heç bir şey əldə edə bilmədilər. 1989-90-cı illərdə yenidən bu təkrar olundu. Hətta 2000-ci illərdə İtaliyadan mütəxəssislər çağırdılar, gətirdilər qala ərazisində bu işləri gördülər. Yenə də ermənilərin izinə rast gəlinmədi, amma buna baxmayaraq 2015-ci ildə bu qalanı erməni memarlığının bir nümunəsi olaraq öz kataloqlarına daxil eləsələr də, hər halda bu qalanın haqqındakı bu tarixi məlumat, onun üslubu, memarlıq üslubu və tarixdən gələn bu məlumatlar onların bu saxtakarlığını üzə çıxardır. Bu sırf Azərbaycan türklərinin yaratdığı bir maddi mədəniyyət nümunəsidir.
O torpaqlar Azərbaycan türklərinin izini həmişə daşıyıb, sülh şəraitində də imkanımız olacaq ki, gedək o yerləri təkcə Talın qalasını yox, yerdə qalan bütün Qərbi Azərbaycanda qoyub gəldiyimiz bütün abidələri də, ulularımızın qəbrini də ziyarət edəcək. Bu torpaqlar bizimdir, tarix bunu bilir, dünya da bilməlidir.